Məsələn, mürəkkəb bir söz, yarımada sözünün. Aha, denən. Ya, rım, ayrı, dairə. Sən bu sənə versən. Yaxşı, sən denən. Yarımadanın düz ecələrdir o. Necə olmalıdır? Valla. Necə ayrılır Ayfidən? O düz ayrılır. Düzdür? Bəli. Düzdür? Yaxşı. Bu neçənci ilin isə imtihana düşmüşdü bu söz. Necə ayıracaq ay sevinç bunu? Çək, lik, o, tu. Bəli. İndi burada bayaqdandan demək istədiyim nədir? Mürəkkəb sözdür da bu. Yarım başqa sözdür, ada başqa sözdür. Mürəkkəb sözü hecaya ayıranda siz düz ayırdınız. Nə cəhətdən düz ayırdınız? Sözü öz daxilində parçaladınız. Yəni yarım sözü ayrı hecalara bölündü. Ada sözü ayrı. Məsələn, hərdən sual düşür. Bəsit kimi görünür. Deyir ki, hansı söz hecalara doğru ayrılmışdır, yanlış ayrılmışdır. Güvənizdə suallar olur elə, imtahanlarında. Məsələn, yarımada sözü güvənə düşmüşdür. Bir variantda belə vermişdi. Ya, rı, ma, da. Bu da belə gəlişi gözəl səslənir deyə. Ya, rı, ma, da. Adam elə bilir ki, bu belə hecaya ayrılmalıdır. Yox. Sən yarım sözünün bir hərfini götürüb bu biri sözə verə bilməzsən. Sözü öz daxilində parçalamaq lazımdır. Bu da neçənci ilsə 2019-dan imtihana düşmüşdü. Çək. Bir variant belə idi. Çək, li, ço, tu. Bir variant belə idi. Yəni bunu seçən bir 30% abituriyent var idi. Kəklik sözündən kini götürüb bura verib. Olmaz. Sözü öz daxilində parçalayırsan, hecayırsan, sonra biləcəksən. Yəni bir sözdən hərf alım, o birisinə verim, olmaz. Mürəkkəb sözün necə ayrılmasında belə qayda var.